Kardeşler salam, vaxtınız xeyir olsun. İnşallah aparatımız 4 kilovat, 3 mlabrot, 4 təkərimiz sarğı, nol faza, 4 təkər, 38 bıçaqlıdır. Baxın, gözlə bir dəqiqə, şaka eləmə. 38 bıçaqlıdır. Aparatımız inşallah gedir Şəmkir rayonuna, Şəmkir şəhər. Həmişə özümüz aparırdıq. İnşallah 3 günü, 5 günü dayı edik, səhər bir gün. Dayı maşallah özü gəlib çıxıb. Burada şişə qoymuşuq ki, dayı, xoş gəlibsən, sabah gəlibsən. Dayı özü çəkilişə düşmək istəmir, yanımdadır, danış. En azından özün düşməsən də sən düşsün ki, müştərilərin bilsin ki, gəlibsən aparat içində. Şəmkir rayonu Yenəyər kəndini aparırıq. 4 kilovat, 3000 abarotda 38 bıçaq deyilmi? Bəli. Allah'ın köməyi çox gözəldir. Kimsəsi ala bilər. Ürəkli. İnşallah. İndi də yonca da çəkəcək, saman da çəkəcək, bir də arpa çəkəcək. Çəkilişini görəcəksən inşallah. Sən indi özün düşməsən də səhifədə, videoda baxandan da səsindən aparata baxıb tanıyacaqsan da. Oldu. Xeyir olsun. Sən xodda qardaşım. Ya Allah. Ya bismillah. Torpaq oynadır onsuz. Ha. At geçsin. Onu töyər. Bak, at töyər. Bak. At Zeynal, at hamısını at. Doğramağına bak, özün qiymət ver. Kadar doğruyuz. Əladır. Zeynal onu töytürlər. Ola bizim sizin orada 30 ləm olsa onu deyərsən. Töyər. Bak. At töy Zeynal. Didmə töytürlər. O da oradan 50 salma. 50 salma özü aparacaq. Oradan attığın 50 salma özü dartıb aparacaq. Yəni o el salmağa ehtiyac yoxdur. Məsələn, ot attın 2 saniyə göz, ot geçsin tulla, bax, samandır. Üstünə nə ələyi qoyubsan Zeynal? Ələy nə ələydi? Yine ələyi, sor. At geçsin. Tokumuz nə qədərdir, baxaq. Tokumuz da 214. Güzel. Bak. 4 kilovat, 3 kilovarot, 4 təkərimiz sarğı, nol faza. Çatdırma qoş aslında pulsuzdur. Prosta indi işimiz çoxdur, gedə bilmirik. Dayı maşallah özü gəlir. Özü gəldiyinə görə Zeynal. Kaç blokdan 100 manat çıxar. Buradan 100 manat çıxar. Bu dayı oradan bura gəlib inşallah əziyyət çəkib gəlir. Gecə 4'də çıxıb gəlib, indi seyximizə 5'də satıb. Dayı, bu senin 100 manat yol pulun. Bak, qaytardım kişiyə, özü düşməsə pul düşür. Halal xoşun olsun. Çünki əziyyət çəkib gəlirsən, kişiyə 100 manata yol pulu çıxdın. Pulun vermişdin söhbət, 100 manata çıxdım, halal xoş olsun. Əslində mən özüm aparmalıyam, indi çəkilişlər deyirsiniz də, prosta deyərsən, baca o düz eləmədin, yol pulu çıxdın ki, yəni bizdən narazı qalacaqsan. Sağ ol, Allah razı olsun. İndi 3 gün, 4 gün, 5 gün gələ bilmədik, 100 liraya belə, dəmin iş çoxu gələ bilmirik. Allah köməyin olsun, bu da bunun doğradığıdır, day, bax. Bunun doğradığıdır, əladır. Birazca taxıl sökə bilərik. Taxıl var. Zeynal inşallah bunu siz sök, videonu saxlayıram, inşallah arpamızda çəkirik, onunla çəkiliş edib göstərəcəm. Kimə lazım olsa əlaqə saxlayın. Setkamızda dəyişirik, inşallah üstünə un kimi ələyə qoyacaq, bax, balaca ələyə qoyacaq, arpamızı çəkəcək. Allahın köməliyi ilə. Burada zabot 3'lük setka, baxın. Sonra 4'lük setka, quzu ələyi, şpindili, saç səsi. İnşallah arpamıza tökəcək. Nə çəkdik dənə? Yonca çəkdik, bir də saman çəkdik, hə? Bax, bu samanımız, altında da yoncamız, bax. Bu yoncamız o saman. Hamur rezin olur, ne? Bir de ondan kesersen, burada bağlayarsın. Attın, çəkdim olsun. 4 kilovat, 3 mamır, 4 təkər, mis sarğı, nol faza, 38 çaq. Arpamızı boşaldırıq. Yoncamızı çəkmişik, samanımızı çəkmişik. Bax, bu bağlı vəziyyətdə arpamı boşaltdıq. Onu xoda salırsan, bir dəqiqəsi art xod geçsin. Xoda sal inşallah. Arpamızı çəkdik. Zeynal, inşallah bir dənə qabı gətir. Ay Zeynal, qabı gətir, qabı. Asma, qaba tök sonra. Bir dənə, dayı bax, bir dənə Allahın köməkliyi ilə. Qoy bura. Yonca çəkdik, saman çəkdik. Bu da bizim arpamız. Boşalt qaba. Videonu saxlamışdım sözü. Boşalt. Neden çəkir? Əladır. Birdən bundan böyük istəsən, orada gəlib böyük ələyə var. Bəli, o gəlmələr var. Allah xeyri versin. Nətər, əladır. Allah xeyri versin. Şəmkir arasına gedir.
Kəndin Yenər kəndi. Kəmçinin Yenəyət qəsəbəsinə gedir inşallah. Çox, Allah xeyirlər versin. Sağ ol.